Tədbirin ikinci günündə diqqət çəkən istiqamətlər daha nələr olub? Bu barədə canlı bağlantıda olan əməkdaşımız Rəqsanə İbrahimzadə xəbər verəcək. Salam Rəqsanə, açıqlamaları səndən eşidək. Hər vaxtınız xeyir olsun. Qədim şəhərimiz Xankəndidə 3-cü Milli Şəhərsalma Forumu davam edir. Panel müzakirələri aparılır və bir sıra rəsmilərin, yerli və xarici şəxslərin çıxışları baş tutur. Burada şəhərsalmanın önəmindən, əhəmiyyətindən bəhs olunur və elə təbii ki, bu forumda da məhz bu məsələ diqqətdə saxlanılır. Şəhərsalmanın digər bir əhəmiyyətli tərəfi də məhz burada yenidən qurma, bərpa, quruculuq işlərinin aparılması və bu işdə də elə Azərbaycan münaqişə dövründən sonraki periodda da bu işdə yetəri qədər müxtəlif istiqamətlərdə yatırımlar edib. Onlardan biri də elə Qarabağ Universitetinin burada fəaliyyətidir ki, o da şəhərsalmanın mühüm qollarından biri hesab edilir. Elə hazırda qonağım var, Qarabağ Universitetinin rektoru Şahin Bayramovla birlikdəyik. Detallı informasiyaları və forum bağlı fikirləri sizdən öyrənək. Buyurun. Təşəkkür edirəm. Xankəndi şəhərində keçirilən 3-cü Milli Şəhərsalma Forumunda çox qürurla iştirak edirik. Bizi sevindirən odur ki, belə bir forum dünyaya Qarabağımızda gedən çox geniş miqyaslı quruculuq işlərini təqdim etmək üçün gözəl bir fürsətdir. Qarabağ Universiteti olaraq bir qrup əməkdaşımızla forumda iştirak edirik. Eyni zamanda Qarabağ Universitetinin bir tələbəsi foruma könüllü şəkildə təşkilat işlərə cəlb olunmuşdur. Çox gözəl beynəlxalq təcrübə haqqında məlumatlar əldə edirik. Müxtəlif ölkələrdə daha müasir şəhərlər, daha sağlam şəhərlərin qurulması ilə bağlı aparılan işlər haqqında məlumat əldə etmək imkanımız var. Amma daha vacib ondan ibarətdir ki, Azərbaycan təcrübəsini təqdim edirlər. Çox böyük məmnunluqla məlumatlar əldə edirik. Qarabağ Universiteti olaraq əlimizə düşmüş bu fürsətdən istifadə edərək Qarabağda gedən quruculuq prosesinin önündə gedən bir ali təhsil müəssisəsi olaraq universitetimiz haqqında forumun iştirakçılarına məlumatlar çatdırırıq. Qarabağ Universitetində həyata keçirilən işlər, Qarabağ Universitetinin həyata keçirdiyi kadr hazırlığı istiqamətləri, tədqiqat fəaliyyətləri barədə məlumatlar çatdırırıq və elə forumun mövzusuna uyğun olaraq Qarabağ Universitetinin gələcəkdə şəhər qurulmasında iştirakının hansı formada həyata keçirilə bilməyindən danışırıq. Qarabağ Universiteti özü həm bir ali təhsil müəssisəsi olaraq bu prosesə töhfə verə bilir, həm Qarabağ Universiteti özü quruculuq işlərində bilirsiniz, hal-hazırda yeni kampusumuz, möhtərəm prezidentimizin diqqət və dəstəyi ilə yeni kampusumuz tikilir, yeni tədris binalarımız formalaşdırılır. Digər tərəfdən Qarabağ Universitetinin həyata keçirdiyi tədqiqatların nəticəsində əldə olunacaq elə deyə asanlaşdırıcı həlləri cəmiyyətə təqdim etmək haqqında imkanlarımızdan bəhs edirik. Bununla bərabər Qarabağ Universitetinin əməkdaşları və tələbələri olaraq həm də Xankəndi şəhərinin sakinləri qismində Qarabağımızın, Xankəndinin qurulmasında gözləntilərimizi diqqətə çatdırırıq. Təşəkkür edirəm Şahin bəy. Çox sağ olun, informasiyaları təfərrüatlı şəkildə biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Hazırda Xankəndidə yeni istifadəyə verilən Konqres Mərkəzində 3-cü Milli Şəhərsalma Forumu keçirilir və 64 ölkədən 400-ədək nümayəndə burada iştirak edir və təcrübələri bölüşürlər. Eyni zamanda elə Qarabağ Universitetindən bağlı, şəhərsalmada önəmi ilə bağlı məqamlar da diqqətə çatdırıldı və hazırda panel müzakirə davam edir və bugünkü panel müzakirənin də əsas istiqaməti, əsas mövzusu şəhərlər və kəndlər arası əlaqə və burada insanlar, müəssisələr, eyni zamanda maliyyə yatırımlarının qarşılıqlı şəkildə bu prosesə necə töhfə verməsindən bəhs olunur. Burada bir sıra istiqamətlərdə də mühüm açıqlamalar verildi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi eyni zamanda Birləşmiş Millətlər Təşkilatının məskunlaşma proqramının birgə təşkilatçılığı ilə keçirilir bu forum. Xankəndidə olan hissəsi bugün başa çatacaq, sabahsa Bakıda yəni artıq bağlanış mərasimi keçiriləcək. Çatdıra biləcəklərimiz bu qədər, söz yenidən sizlərdə. Təşəkkürlər Rəqsanə.